qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Biz Musaya kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsa'ya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla, Cəbrail ilə qüvvətləndirdik. Məyər hər dəfə sizə göndərilən elçi, ürəyinizə yatmayan bir şey gətirəndə, siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab eləyib, bir qismini də öldürmədinizmi? Onlar dedilər, qəlblərimiz qapalıdır. Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.